İsmayıllıda ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan bizim mediaya istinadən xəbər verir ki, hadisə İsmayıllı Qəbələ yolunda qeydə alınıb. Belə ki, Hyundai və Vaz 20099 markalı minik avtomobillərinin toqquşması nəticəsində Vazın sürücüsü 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Avtomobillərdə olan digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Hadisə yerinə Denilin Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Denilin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.